xanım sədr, hörmətli həmkarlar, media nümayəndələri. Bugün biz doğrudan da müzakirə elədiyimiz mediasiya haqqında Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi haqqında deməli Azərbaycan qanun layihəsi olduqca məndən əvvəl çıxış edən həmkarlarım kimi mən bu layihənin bu bir neçə məsələlər üzrə deməli müzakirələri bu layihədə çox yüksək qiymətləndirirəm. İlk olaraq Əli müəllimin çox ətraflı şəkildə məhz mediasiya ilə bağlı bu ölkədə həyata keçirilən fəaliyyət və bu mənada yalnız qanunvericilik baxımından deyil, eyni zamanda icra baxımından da bu istiqamətdə həyata keçirilən bir sıra təşkilatlar tərəfindən, mediator tərəfindən aparılan işin qeyd edilməsi də olduqca aktual görünür. Çünki ən azı biz burada müəyyən mənada onu qiymətləndirə də bilərik. Çünki qanun belə baxanda ilk dəfə 2021-ci ildə, mən belə başa düşdüm, daha doğrusu üzr istəyirəm, 19-cu ildə cənab prezidentin imzası ilə qüvvəyə minib, sonra 21-ci ildə bəzi dəyişikliklər edilib, yəni qanunun 3.2, 28 və 29-cu maddələri daha sonra elə bir dəyişikliklər edildikdən sonra həmin qanuna 21-ci ildə qüvvəyə minib. Əlbəttə, mediasiya deyilən bir məfhum olduqca vacib bir qərbdən gələn, mənə elə gəlir, Sovet məkanına bir deməli anlayışdır. Bu anlayış əsasən belə götürdükdə alternativ mübahisəli məsələləri həll edilməsi üçün orada geniş şəkildə istifadə edilən üsullardan biridir. Və mediasiya ümumiyyətlə əlbəttə könüllülük prinsipi əsasında həyata keçirilir və tərəflər mediatoru seçməkdə tam mənada sərbəstdirlər. Yəni bu mənada bu institutun Azərbaycanda fəaliyyəti bir tərəfdən doğrudan da bizim bu proseslərdə daha geniş baxımdan biz götürürüksə, ümumiyyətlə dünyada tətbiq edilən metodlarında Azərbaycanda yavaş-yavaş tətbiq edilməsinə gətirib çıxarır. Bu çox müsbət və mənə elə gəlir ki, sevindirici bir haldır və praktikada göstərir ki, doğrudan da əgər bizdə 2024-cü ildə 7500 sayda barışıq sazişi əldə edilibsə, cənab Əli müəllimin dediyi kimi, onda belə çıxır ki, doğrudan da bizdə həm də əhali artıq bu instituta inanır və mən bayaq qeyd etdiyim kimi könüllü şəkildə məhz bu vasitədən istifadə edir. Birinci oxunuşun qaydalarına uyğun olaraq mən detallara getmək istəməzdim, ancaq orada bir sıra məsələləri mən yəqin ki, ikinci oxunuşda qeyd edəcəyəm. Mənə elə gəlir ki, qanun layihəsi olduqca vacibdir, əhəmiyyətlidir və mən onu dəstəkləyəcəyəm. Təşəkkür edirəm. Sağ olun.